körpə uşaq var, evdə bu dəqiqə iyidən durmaq olmur, həyatda durmaq olmur. Yəni çox pis vəziyyətdədir bura. Çox pis vəziyyətdəyik burada. Yaşaya bilmirik. Bura gələn zibil maşınının təkərinin biri yoxdur. Xırdalan şəhərində məişət tullantılarının vaxtında daşınmaması artıq ciddi ekoloji və sanitar problemə çevrilib. Günlərlə boşaldılmayan zibil qutuları, ətrafa yayılan tullantılar və xoşagəlməz qoxu sakinlərin gündəlik həyatını dözülməz hala salıb. Vəziyyət budur, antisanitar vəziyyət. Yəni məktəb burada yaxında, yəni uşaq keçənmir. Zibil o vəziyyətdə, yeşil o vəziyyətdə. Yəni hər gün belədir də. Yəni baxımsız vəziyyətdədir bura. Çox bərbad. Məsələn orada zibil yeşilləri sudur, cəmaət keçənmir. Məcbur buradan zibilini tuyururlar. Antisanitar vəziyyət. Yəni körpə uşaq var, evdə bu dəqiqə iyidən durmaq olmur, həyatda durmaq olmur. Yəni çox pis vəziyyətdədir bura. Yəni bura baxılmır. Yəni hər dəfə də şikayət edir, gəlirlər, yalanı bilə, baxırlar, çıxıb gedir, heç nə eləmirlər. Pis vəziyyətdəyik. Uşağımız gedə bilmir, nəvələrim keçə bilmir, qallıq solunda, qaçqın adamıq, vagon dolluq, pis vəziyyətdəyik. 2 dənə mən toyuq saxlaya bilmirəm burada ki, nəvələrimi heç olmasa 2 yumurta verirəm ki, heç olmasa onunla saxlayam. Belə vəziyyətdəyik, qadanalı biz. Çox pis vəziyyətdəyik burada. Yaşaya bilmirik. Böyle gözümüzü açdığımız gündən buranın vəziyyəti zibillə bağlı, elə gördüyünüz kimi zibillə bağlı problemimiz dəhşət dərəcəsində çoxdur. Dəfələrlə şikayət edirik. Yəni baxan yoxdur, icra məmuru, icra hakimiyyətindən yəni gəlib bura bir baş çəkən yoxdur ki, ay xalq, ay millət, yaşayışımız necədir, baxırlarmı? Yəni bu zibil vedrəsində olan bir şeydir, bunları dəyişmirlər. Amma şəhərin mərkəzlərində gözəl zibil vedrələri, zibil maşınları keyfiyyətli şəkildə gəlir. Bura gələn zibil maşınının təkərinin biri yoxdur. Yəni reallıq budur. Gəlir burada günorta xarab olur. Günorta xarab olur, otururlar burada saatlarla çıxıb gedirlər sonradan. Reallıq budur. Bugünkü günü deyə bu kanalizasiyanın içindən zibili atırıq. Nə bir düzəməlli bir zibil vedrələrinin altı var, nə bir zibil vedrəsi var düzəməlli. Zibillik qalıb burada. Axı buradan körpə uşaqlar keçir. Bizim balalarımız bala deyil, kaprondandır bizim balalarımız. Yəni xahiş edirik dövlətdən, dövlətimizin imkanı gözəldir, şəhərimiz günü-gündən inkişaf eləyir. Bu qara cəmaatı da baxın da, icra hakimiyyəti qarış baxmır bura. Ya Allah, mən burada yaşayandan bir dəfə olsun icra hakimiyyətinin üzünü görməmişəm və yaxud da məhəlləmizə gəlməyib, deməyib ki, valla sizin nə probleminiz var, nə dərdiniz var? 2026-cı ildir. Amma Xırdalanda zibil qutularının bu cür aşıb daşması nəinki Xırdalanın şəhər adına, heç ölkəmizin sürətli inkişafına da yaraşmır. Görünən odur ki, buradakı sanitar və kommunal problemlər nə Abşeron rayon icra hakimiyyətini, nə sanitar və kommunal xidmətə cavabdeh olan Mənzil Kommunal Təsərrüfatı Birliyini, nə də bələdiyyəni narahat edir. Dəfələrlə olunan müraciətlərə baxmayaraq, bu qurumlar məsələni həll etmir. Bu vəziyyət yerli qurumları utandırmasa da, bir vətəndaş kimi bizləri utandırır. Sözün əsl mənasında Xırdalan zibilin içindədir.